Üçüncü çakra, manipura. Aha. Göbəkdən 2 barmaq aşağı. Sarı rəngdir. Ona uyğun şəkildə nəfəs çalışması. 4 saniyə nəfəsi alıram. 3-5 saniyə ərzində saxlayıram. 6-8 saniyə ərzində nəfəsi verirəm. İlkin başlayanlar üçün 4 saniyə nəfəsi aldım. 3 saniyə nəfəsi saxladım. 6 saniyə nəfəsi verdim. Və bunu davamlı şəkildə etdikdən sonra yenə 4 saniyə nəfəsi alıram. 5 saniyə nəfəsi saxlayıram, 8 saniyə nəfəsi verirəm. Və bu texnikanı yerinə yetirdikdə təsəvvür eləyirəm 3-cü çakranın yerləşdiyi hissə göbəkdən 2 barmaq aşağı. Onurğa mütləq şəkildə düz və yenə də nəfəs aldıqda qarnı önə doğru şişirdirəm. Nəfəsi verdikdə qarnı çəkirəm içəriyə və həmin texnikanı yerinə yetirdikdə gözümün önündə o işığı, sarı işığı göbəyin aşağı hissəsində yanır, sönür və onu mən görürəm. 3-cü çakranın blokdan çıxartmaq üçün. 3-cü çakranı aktivləşdirmək üçün. Bəs blokdan çıxanda bu bizə nə verir? Deməli, 3-cü çakranı əgər biz blokdan çıxardırıqsa, bu bizdə özümüzə inam, güvənlilik hissi yaradır. İradəmizi gücləndirir. Həm də bunu bir ara pul çakrasından da bağlayırdılar. Yəni pulun gəlmə mərkəzidir. Bu daha çox açılanda o gəlir. Pul gəlmə mərkəzi.